İmişlidə avtomobil aşıb. Doğru xəbər Azərbaycan bildirir ki, yol nəqliyyat hadisəsi Ağsu-Kürdəmir Bəhramtəpə avtomobil yolunun İmişli rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, yüksək sürətlə hərəkətdə olan Azsamant markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı avtomobildə olan sərnişin İmişli rayonunun Əliyetməzli kənd sakini 2002-ci il təvəllüdlü Ədilli Əbil İbadoğlu hadisə yerindəcə həyatını itirib. Hadisə zamanı xəsarət almış sürücü isə İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb, faktla bağlı araşdırma aparılır. Bakıda da avtomobil dərəyə aşıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Doğru xəbər Azərbaycan bildirir ki, paytaxtın Suraxanı rayonu Bahar qəsəbəsində ağır qəza baş verib və sürücü həyatını itirib. Əraziyə Nazirliyin xüsusi riskli xilas etmə qüvvələri cəlb olunub. Hadisə yerinə əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Mercedes markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol qəzası baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli xəsarətlərlə deformasiyaya uğramış avtomobildə köməksiz vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitənin köməyi ilə sürücü 1988-ci il təvəllüdlü Emin Ağarov Zaur Rəşidoğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.